Yəqin bir çoxunuz eşitmişsiniz ki, kimsə getdi, məsəl üçün qonşu Gürcüstana və orada kazinoya gedirlər. Ən çox da Batumda kazino var. Orada insanlar bütün dünyadan gəlirlər ora. Və kazinoda oyun oynayırlar, kimsə udur, kimsə uduzur və bu bütün dünyada qəbul edilmiş praktikadır. Azərbaycanda çoxdan yoxdur, amma əslində kazino çox yaxşı gəlir yeridir. Otellər işləyir, iş yerləri açılır, turistlər gəlir. Bundan insan niyə imtina eləsin, ölkə niyə bundan imtina eləsin? Hesab edirəm ki, bu sahədən də gəlirsə, elə kazinonun işləməyi uyğundur. Amma təbii ki, bunu daha yaxşı mütəxəssislər bilər və bu qərarı verənlər bilər. Elə baxaq görək Hürri Əliyeva kazinolar haqqında nə danışır? Kazino biznesinin legallaşdırılması Azərbaycanda zaman-zaman gündəmə gələn mövzu olub. Amma burada fikirlər heç də həmişə üst-üstə düşməyib. Bir qrup insanlar düşünürlər ki, bu cəmiyyət tərəfindən heç də yaxşı qarşılanmayacaq və mənfi nəticələr var. Digər qrup insanlar düşünürlər ki, bu ölkə iqtisadiyyatına və turizm sahəsində xeyli irəliləyişlərə gətirib çıxaracaq və həmçinin işsizliyin də qarşısını almış olacaq. Gənclərin fikirlərini öyrənmək üçün paytaxtda kiçik bir sorğu aparmağımız kifayət etdi. Müasir gənclik kazinoların açılmasının hər kəs üçün müsbət olacağını düşünürlər. Ölkənin cəmaatının bir qismi həm ölkədə qalır, həm də digər turistlər həm eyni nöqtəyə deyil də bir neçə nöqtəyə yayırlar. Çox ölkələrdə kazinolar var və bu qanuni olaraq var hər bir yerdə və turistləri bu daha çox cəlb edər. Mənim yoldaşım hər dəfə bura gəlir, burada hər şey əladır, amma sırf kazino yoxdur deyə tez gedir başqa ölkələri gəzmək üçün, sırf kazino üçün. Azərbaycandan hər il yüzlərlə insan kazinolarda eğlənmək məqsədi ilə Gürcüstana, Rusiyaya və daha uzaq ölkələrə üst tutur. Bu isə sadəcə maraq deyil, külli miqdarda maliyyə vəsaitinin xarici bazarlara axması deməkdir. Azərbaycan da bu sahədə öz potensialından tam istifadə etmək imkanına malikdir. Ümumi qaydalar müəyyənləşdirilə bilər ki, misal üçün kazinolar şəhərdən tutaq ki 30 km və yaxud da 20 km, 40 km kənarda şəhərin mərkəzindən və eyni zamanda müəyyənləşdirilmiş standartlı yerlərdə təşkil oluna bilər. Yəni, əgər ümumiyyətlə fikirləşirik ki, kazinoların ölkə ərazisində geniş yayılması əlavə digər problemlər yarada bilər, bu halda müəyyən məhdudiyyətlər qoymaqla ərazi məhdudiyyətləri, məsafə məhdudiyyətləri, obyektin xüsusiyyətlərinə dair məhdudiyyətlərlə müəyyənləşdirməklə kazinoların fəaliyyətini azad etmək olar. Düzgün hüquqi çərçivə və ciddi nəzarət mexanizmləri ilə kazinoların fəaliyyəti ölkəyə həm böyük maliyyə resursları, həm də turist axını gətirə bilər. Kazino biznesi turizm fəaliyyətini tətikləyən, onun motivasiya edən nə maraqlıdır ki, sahələrdən biridir. Bu dövlət büdcəsinə böyük bir gəlirlərin daxil olmasına səbəb olur. Müxtəlif ölkələrdən, yəni bura gələn turistlərin sayı artır və təbii ki, bu da həm logistika, mehmanxana biznesi, ictimai iaşə və digər sahələrin də inkişafına bəlli bir imkan yaradır. Yerli kazinoların yaradılması vətəndaşların pullarının ölkə daxilində qalmasına şərait yaradacaq. Eyni zamanda əlavə valyuta gətirən turistlərin cəlb olunmasına səbəb ola bilər. Maliyyə nəzarəti və şəffaflıq sahəsində vergi tutma bazasını da genişləndirər. Dünyada müəyyən trend istiqamətlər var, müasir yanaşmalar var və deyək ki, turistlərin maraq dairəsində olan sahələr var. Əlbəttə, bu sahələr arasında deyək ki, digər başqa bir turisti cəlb edəcək amillər də var. Əlbəttə, burada bizim milli kimliyimiz, milli mentalitetimiz əsas bir məsələdir. Hazırda qumar oyunlarının təşkili və ya keçirilməsi Cinayət Məcəlləsinin 244-1-ci maddəsinə əsasən cinayət əməli hesab olunur və 10.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması yaxud 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu sahənin legallaşdırılması üçün isə lisenziya alma, vergi siyasəti və istehlakçı hüquqlarının müdafiəsi kimi sahələrdə ciddi dəyişikliklər edilməli, yeni qanunlar qəbul olunmalıdır. Hürri Əliyeva, Feyruz Rasimoğlu, Royal Muğanoğlu. Bax, bir də burada vergi məsələsi var. Vergi eşidən kimi adam canlılar ki, büdcə də olur. Buradan bəli, vergiyə də xeyli
pul axar və turist də gələr və infrastruktur da təbii ki, inkişaf edir. Mən hesab edirəm ki, ümumiyyətlə yaxşı ideyadır.